Salam uşaqlar, daha bir məsələnin izahına baxırıq. Deməli, üçüncü suala. Eyni şəraitdə 6 litr propan olan molekulların sayı 3 litr asetilində olan molekulların sayından neçə dəfə çoxdur? Ümumiyyətlə, mollar bərabərdirsə, həcmlər də bərabərdir. Həcmlər bərabərsə, molekul sayları da bərabərdir. Baxın, 6 litr propan nə deməkdir? Yəni 6 litr propan elə 6 vur Na sayda molekul deməkdir. 3 litr asetilin. 3 litr asetilin ha deməkdir ki, yəni 3 molekul asetilin deməkdir. Deməli, 6 litr propan 6 Na deməkdir. 3 litr asetilin isə 3 Na deməkdir. Bununla deyir ki, molekulların sayına neçə dəfə çoxdur? 6 Na-nı 3 Na-ya böləndə 2 eləyəcək. Yəni 2 dəfə çox olacaq, cavab olacaq B variantı. Aydınmı? Yəni molekul sayı, mol sayı, litr hər biri eyni ifadəni verir.